Salam uşaqlar, gəlin bugün elastikli sürtünmə mövzusunun Landau kvizinə baxaq. Başlayaq birinci sualımızdan. Bizə deyir ki, kütləsi M olan maqnit şaqili polad lövhəyə cəzb olunaraq yapışıbdır. Maqnit və lövhə arasındakı sürüşmə sürtünmə qüvvəsi F sürtünmə olarsa, maqniti aşağıya doğru bərabər sürətlə hərəkət etdirmək üçün tətbiq olunan F qüvvəsinin modulu hansı ifadə ilə təyin olunur? Birincisi bizə deyir ki, sənin cismin bərabər sürətlə hərəkət edir. Daha sonra ikinci diqqət edirəm nəyə uşaqlar? Bu cismə hansı qüvvələr təsir edir? Bizə gördüyünüz kimi sürtünmə qüvvəsindən danışıb. Bəs yaxşı, sürtünmə necə yönələcək? Əlbəttə ki, tətbiq etdiyim dartı qüvvəsinin əksi istiqamətində. Sürtünmə yönəldi dartın əksinə. Və plus bir digər tərəfdən hər bir cismin də mərkəzinə, yerin mərkəzinə biz bilirik ki, nə yönəlir uşaqlar? Ağırlıq qüvvəsi. Görün ki, bu cismə 3 qüvvə təsir edib. 2 və daha artıq qüvvədən söhbət gedəndə biz həmişə nəyə baxırdıq? Əvəzləyiciyə. İndi bərabər sürətlə hərəkət edir, qeyd edirsə, əvəzləyici, təcil, bunlar hamısı nəyə bərabər idi? Sıfıra. Yəni, yuxarı yönələn qüvvələrlə aşağı yönələn qüvvələr bir-birinə bərabər olmalıdır. Yaxud bir-birini kompensasiya etməlidir. İndi yuxarı yönələn burada hansıdır? Sürtünmədir. Aşağı yönələnlər hansıdır? Ağırlıqdan bizim dartı qüvvəmizdir. İndi buradan da elə F-i tapmalıyıq biz. Onda buradan F-i tapanda əlbəttə ki, nə olacaq uşaqlar elə? F sürtünmə minus mj kimi bir hədd aldıq. Onu da harada verib bizim üçün elə A variantında. Yəni cavab bir də A variantı olur. Keçək indi baxaq ikinci sualımıza. 2-də nə deyir bizim üçün? Deyir ki, yalnız sürtünmə qüvvəsinin təsiri ilə hərəkət edən avtomobilin başlanğıc sürətini 3 dəfə artırdıqda onun tormozlanma yolu necə dəyişər? Uşaqlar, tormoz yolunun əsas başlanğıc düsturu bu idi. S tormoz bərabər idi. V0 kvadratı bölünsün 2A idi. İndi sözsüz ki, bunun sürətini məxrəcinə M-ə vururduq. Olurdu nə? MV0 kvadratı bölünsün nəyə? 2MA-ya. MA nəyə verdi bizə? Əlbəttə ki, uşaqlar, sürtünmə qüvvəsini. Onda olurdu MV0 kvadratı bölünsün 2F sürtünmə. Yəni, baxın, gördüyünüz kimi məsələnin şərtini bizə sürtünmə qüvvəsi demişdi. Sürtünmə qüvvəmiz var. Daha sonra bir digər tərəfdən başlanğıc sürət qeyd eləmişdi. Həmçinin başlanğıc sürətimiz də var. İndi nə deyir bizə? Başlanğıc sürət 3 dəfə artdı. Baxıram, başlanğıc sürətin 3 dəfə artdığı yerdə tormoz yolda neynəyəcək? Artacaq, çünki hər ikisi sürətdədir. Amma baxırıq ki, necə artır? Kvadratı qədər. Kvadratı yaxud dəfə. Onda 3-ün də kvadratı neçə eləyir? 9. Yəni bizim S tormozumuz 9 dəfə artacaq. O da hansı variantı verilib bizim üçün? B variantında. İndi gəlin keçək baxaq 3-cü sualımıza. 3-cü sualda görək bizim üçün nə deyir uşaqlar? Deyir ki, kütləsi 5 kiloqram olan cisim 10 Newton dartı qüvvəsinin təsiri ilə hərəkət edir. Sürtünmə əmsalı 0,2 olarsa, cismin koordinatının zamanla asılı qrafiki hansıdır? Uşaqlar, birincisi yadınızda saxlayın. Əgər sürtünmə əmsalı varsa, bilin ki, sürtünmə qüvvəsi də var. Bu dəqiq nəqd məsələdir. Onda dərhal sürtünmə qüvvəsini hesablayaq. Əlbəttə ki, MMJ düsturundan istifadə etməklə hesablaya bilərik. Sürtünmə əmsalını verib 0,2. Kütlə 5, J'miz də 10. Və buradan tapdım ki, elə bizim sürtünmə qüvvəmiz nəyə bərabər imiş? 10 Newtona. Deməli, indi baxırıq. Bu cismə həm sürtünmə qüvvəsi təsir edib, həm də bir digər tərəfdən məsələnin də şərtində verildiyi kimi dartı qüvvəsi təsir edib. Cismi eyni anda sürtünmə və dartı təsir göstərəndə bunlar arasında münasibət var idi. Demişdik, bir-birlərinə bərabərdirsə, bərabər sürətli. Dartı böyüdürsə, yeyinləşən, sürtünmə böyüdürsə, necə hərəkət edirdi? Yavaşlayan. İndi baxıram, sürtünməni neçə tapdıq? 10 Newton. Dartın da məsələnin şərtində vermişdi neçə? 10 Newton və buradan bizə aydın şəkildə məlum oldu ki, sürtünmə və dartı qüvvəsi nəymiş? Bərabər. Yəni, bizim cisimimiz düzxətli bərabər sürətlə hərəkət edir. Düzxətli bərabər sürətlə hərəkətin də qrafikləri B ola bilməz uşaqlar, D ola bilməz, Y ola bilməz. Ya A-dır, ya da C-dir. İndi baxırsınız, bizim V-miz, yəni hərəkətimiz X oxunla eyni istiqamətindədir, daha doğrusu eyni istiqamətdədir, yoxsa əks istiqamətdədir. Baxıram ki, eyni istiqamətdədir, hər ikisinin istiqamətini sağa doğru verib. Onda deməli, hərəkət X oxu istiqamətidir. Yəni, T oxundan yuxarıda olmalıdır. O da təbii ki, A ilə C-dən onda hansı variantı imiş elə? A variantı imiş. İndi gəlin keçək baxaq 4-cü sualımıza. 4-cü sualda nə deyir bizə? Deyir ki, şagirdlər sürüşmə sürtünmə əmsalını müəyyən edərkən cədvəl tərtib etdilər. Cədvəldəki boş xanaya sürüşmə sürtünmə qüvvəsinin hansı qiyməti yazılmalıdır? Baxıram ki, birinci hədd üçün, burada baxırıq, reaksiya qüvvəsini də verib bizə, həmçinin sürtünmə qüvvəsini də verib. Reaksiya qüvvəsinin, sürtünmə qüvvəsinin birgə iştirak etdiyi düstur nə idi?
F sürtünmə bərabər idi nəyə? Əlbəttə ki, mu n-ə. İndi buradan uşaqlar mu-nu gəlin tapaq. Çünki naməlumdur. Mu bərabər olacaq nəyə? F bölünsün n-ə. F-imiz neçə idi? 0,2. N-imiz neçə idi? 1 idi. Onda deməli sürüşmə sürtünmə əmsalı nəyə bərabər imiş? 0,2-yə. İndi məndən istədiyi nədir? Mənə deyir ki, reaksiya qüvvəsi 4 olanda sürtünmə qüvvəsi nəyə bərabər imiş? Onda F sürtünmə bərabərdir mu n-dən. Təbii ki, sürüşmə sürtünmə əmsalımızı tapdıq. Nəyə bərabər idi uşaqlar? 0,2. N-i bizə cədvəldə neçə verib? 4 verib. Onda buradan tapdım ki, sürüşmə sürtünmə qüvvəm nəyə bərabər imiş? 0,8 Newtona bərabər imiş. Onu da harda verib bizim üçün elə? Y variantında. İndi gəlin uşaqlar 5-ci sualımıza baxaq. Nə deyir bizə? Deyir ki, yaydan asılmış yükün kütləsini 4 kiloqram artırdıqda yayın uzanması 3 dəfə artmışdır. Yükün başlanğıc kütləsini hesablayın. Deməli uşaqlar, biz bilirik ki, həmişə artma, azalma əvvəlki qiymətdəndir. Məsələn, tərəziyə qalxırıq, kütləmizin artıb azalmasını necə bilirik? Əvvəlki qiymətlə müqayisə edərək. Təbii ki, burada da biz yenə əvvəlki qiymətdən nə edəcəyik? Müqayisə edib nəticə çıxaracağıq. İndi baxaq. Nə deyir bizə? Deyir ki, kütlə 4 kiloqram artdı. Təbii ki, son qiyməti əvvəlkindən nə elədi? 4 kiloqram artdı. Yəni M2 bərabərdir M1 plus 4-ə. Son qiymət M2, əvvəlki qiymət M1 olsun. Uzanma isə deyir 3 dəfə artıq, dəfəsi artıq vurmadı uşaqlar. İndi son qiyməti yenə əvvəlkindən 3 dəfə nədir? Daha çoxdur. İndi uşaqlar, mən bilirəm ki, kütlənin uzanmanın birgə iştirak etdiyi düsturu nə idi? Əlbəttə ki, elastiklik qüvvəsinin düsturu. Biz demişdik ki, yaydan asılmış yük sözü varsa, elastiklik qüvvəsinin düsturu Kx deyil. F elastiklik bərabər idi nəyə? mj-yə. İndi bəli, uzanmadan, sərtlikdən söhbət getdikdə elastiklik qüvvəsini gətirib yerinə Kx əvəzləyirik. Kx bərabərdir mj-yə. İndi buradan da x-i tapaq. X bərabər olacaq nəyə? mj bölünsün k-yə. Dəyişənlərdən biri uzanmadır, biri də kütlədir. Baxırıq ki, necə asılıdırlar uşaqlar? Düz asılıdırlar. Yəni x1 bölünsün x2 bərabərdir. M1 bölünsün M2'ye gətirib bütün qiymətləri yerinə qoyaq. X1 öz yerində. X2'nin yerinə 3x1. M1'im öz yerində. M2'nin yerinə M1 plus gətirib nə qoyuram? 4 əvəzinə saparım. X-lər getdi. Onda qaldı deməli buradan artıq tənasübdən gedəndə M1 plus 4 bərabərdir 3M1-ə və buradan da uşaqlar tapanda 2M1 bərabərdir 4-ə və tapdıq ki, kütlənin başlanğıc qiyməti nəyə bərabər imiş? 2 kiloqrama bərabər imiş. Həmişə diqqətli olun. Ola bilər ki, sizdən məsələn son qiymətini soruşsun. Onda bu 2-ni gətirib burada yerinə qoyanda son qiymətimiz, yəni son kütləmiz nəyə bərabər olacaqdır? 6 kiloqrama. İndi burada cavabımız elə nədir uşaqlar? Başlanğıc dediyi üçün 2 kiloqram olacaq. İndi gəlin baxaq burada. Bax, deməli, neçənci sualımıza? 6-cı sualımıza. İndi altda nə deyir bizə? Deyir ki, çəksiz yayların mütləq uzanmaları eynidirsə, gəlin bax, bunu bir şərt kimi yazaq. Mütləq uzanmaları eynidirsə, birincinin sərtliyi ikincidən böyüdür, birincinin sərtliyi ikincidən kiçikdir. Həmçinin bir digər tərəfdən elastiklik qüvvələrini müqayisə et. İndi gəlin başlayaq uşaqlar. Mən baxıram ki, yaydan yük asılıb. Dedik ki, yaydan yük asılanda elastiklik qüvvəsinin düsturu nədir uşaqlar? F elastiklik bərabərdir mj-yə. Yəni bizim elastiklik qüvvəmiz kütlədən necə asılıdır? Düz asılı. Kütləsi çox olanın elastiklik qüvvəsi böyük. Kütləsi kiçik olanın elastiklik qüvvəsi nədir? Kiçikdir. Yəni gəlin yazaq elə. F1 bölünsün F2 bərabərdir M1 bölünsün nəyə? M2'yə. Yəni F1 bölü F2 bərabərdir. Birinci 1M idi, ikinci 2M idi. Buradan tapdıq ki, F2 bərabərdir nəyə? 2F1'ə. Yəni ikincinin elastiklik qüvvəsi birincidən nəymiş? 2 dəfə böyümüş. Yaxud birinci ikincidən nədir? 2 dəfə kiçikdir. Onda baxıram ki, onu da bizə harda verib? Deməli, birinci yayda yaranan elastiklik qüvvəsi ikinci yayda yaranan elastiklik qüvvəsinə nə oldu? Gördüyünüz kimi bölmədi. 2 dəfə kiçik. O da bizə verib 4-cüdə. İndi yaylarda yaranan elastiklik qüvvəsi bərabərdir, səhvdir, böyükdür, səhvdir. Keçirik sərtliyə uşaqlar. Sərtliyi də biz necə tapa bilərik? Baxın, bu düsturda F-in yerinə gətirib qoyuram Kx. Kx bərabərdir nəyə? mj-yə. Və buradan K-nı tapanda olacaq nə? mj bölünsün x-ə. Gördüyünüz kimi bizim sərtliyimiz də mj həddi ilə, yaxud da kütlə həddi ilə necə asılıdır? Düz asılıdır. Yəni kütlənin qiyməti artdıqca təbii ki, sərtliyin də qiyməti nə edir? Hesablasaq böyük çıxacaq. Ona görə deməli, birincinin artıq sərtliyi ikincidən nə imiş? 2 dəfə kiçik imiş. O da harda verilib bizim üçün? Yenə bayaqdan eyni aldıq. 2-də qeyd edilib uşaqlar.
Bax, burada belə bir sual yaranır ki, deyirlər ki, şagirdlər, bəs biz qeyd eləmişik ki, sərtlik əmsalı heç nədən asılı deyil uşaqlar. Burada sərtlik əmsalının biz dəyişməsindən danışmırıq ki, özü də 2 dənə müxtəlif yaydır. Eyni yaylar deyil, mütləq uzanmaları eynidir qeyd edib bizim üçün. 2 dənə ayrı-ayrı müxtəlif bizim yayımız var. Əlbəttə ki, 2 yayın da aldığı sərtlik əmsalının qiyməti müxtəlif olacaq. Biz eyni bir yaydan danışmırıq ki, məsələn, birinci bir yay var idi, ona M kütləli cism asdım, daha sonra 2M kütləli cism asdım. Bu zaman sərtlik əmsalı necə dəyişəcək? Əlbəttə ki, bu halda deyəcəksiniz ki, dəyişməz. Amma biz bir yaydan danışmırıq. Biz 2 ayrı yaydan danışırıq. 2 ayrı yayın da əlbəttə ki, alacağı qiymət müxtəlif olacaq. Hesablamadan gördüyünüz kimi gəldik nəticəni tapdıqda. Lap kütləyə özünüzdən qiymət verir. Onsuz da bilirsiniz ki, 10'dur. Mütləq uzanmaları eyni demişdi. Yəni x-lər eynidir. Onu görməzdən gəlin. Təbii ki, bizim artıq birinci yayımızda aldığımız qiymət ikincidən kiçik çıxır. Çünki kütləsi kiçikdir. Baxın, yəni bunu da qarışdırmayın. Yəni burada bizim oldu doğru cavablarımız nə? 1 deməli 2'dir. Bir də doğru cavabımız oldu 4. Bunu da qeyd edeyim elə burada. 2, 4. Keçək indi baxaq uşaqlar 7-ci sualımıza. 7-ci sualda nə deyir bizim üçün? Deyir ki, F qüvvəsinin modulunu dəyişmədən çubuğun başlanğıc uzunluğunu 2 dəfə artırdıqda çubuğun mütləq uzanması, sərtliyi, Young modulu necə dəyişəcək? İndi uşaqlar, əlbəttə ki, biz bilirik ki, K bərabər idi. YS bölünsün L0 düsturumuz var. Və sənə də məsələnin şərti deyil. Başlanğıc uzunluq 2 dəfə artdı. Başlanğıc uzunluq 2 dəfə artanda sərtlik əmsalı nə edir uşaqlar? 2 dəfə azalır. Çünki biz demişdik ki, baxın, sərtlik əmsalı Young modulundan, en kəsin sahəsindən, bir də başlanğıc uzunluqdan asılıdır. İndi təbii ki, başlanğıc uzunluqda 2 dəfə artanda sərtlik əmsalı neynədir? Gördüyünüz kimi düsturumuzdan aydın şəkildə biz nəticə çıxardıq. 2 dəfə azaldı. Yəni sərtlik əmsalı 2 dəfə azalır. O da hansı variantda verilib bizim üçün? B-də. 2-yə gəldi B. Young modulu uşaqlar dəyişməz. İndi inşallah bunu bərk cisimlərdə daha ətraflı şəkildə öyrənəcəksiniz. Young modulu ancaq və ancaq materialdan, maddənin növündən asılıdır, qurtardı getdi. Buna görə Young modulu dəyişmir, gəldi Y. Deməli, Young modulu dəyişmədi, gəldi Y. Sərtlik 2 dəfə azaldı, gəldi B. Baxaq indi mütləq uzanmaya. Uşaqlar, mən bilirəm ki, mütləq uzanmanın düsturu nə idi? F bərabər idi, K vurulsun delta L. Buradan da tapanda delta L bərabər olacaq nəyə? F bölünsün K-ya. Məsələnin şərti deyir, F qüvvəsini dəyişmə. Ona görə qüvvəni atın getsin, lazım deyil bizə. Sərtlik əmsalı uşaqlar necə dəyişmişdi? Sərtlik əmsalı 2 dəfə azalmışdı. Onda sərtliyin 2 dəfə azaldığı yerdə mütləq uzanma əlbəttə ki, nə inəyəcək? 2 dəfə artacaq. Onda 1-ə də gəldi deməli nə? A variantı. İndi uşaqlar, gəlin situasiyamıza baxaq. Nə deyir bizim üçün? Deyir ki, kütləsi 6 kiloqram olan cismə meyil bucağı 30 dərəcə olan mail müstəvinin səthinə paralel olmaqla 20 Newton qüvvə təsir edir və cisim tarazlıqdadır. 8-ci sualda cismə təsir edən sükunət sürtünmə qüvvəsi hansı istiqamətdə yönəlmişdir qeyd edir və fikrimizi də əsaslandırmalıyıq. Deməli uşaqlar, gəlin baxaq. Biz bilirik ki, hər bir cismin mərkəzindən yerin mərkəzinə hansı qüvvə təsir edir? Əlbəttə ki, ağırlıq qüvvəsi. Maili müstəvidə də həmişə biz ağırlıq qüvvəsini toplananlarına ayırırıq. Biri baxın, belə bir toplananımızdır bizim. Biri də belə bir toplananımızdır uşaqlar. İndi baxırıq ki, bucaq yaradan tərəf əlbəttə ki, hansıdır? Diqqət edin, buradır, elə deyilmi? Görürsünüz, alfa bucağının yarandığı hissə buradır. Onda bura olacaq nə? MJ kosinus alfa. Çünki bucaq yaradan tərəf həmişə MJ kosinus alfadır. Digər tərəfin də payına nə düşəcək onda? MJ sinus alfa. İndi uşaqlar, bir digər tərəfdən. Baxıram ki, mənim burada MJ kosinus alfam bu cismin artıq dayağa göstərdiyi təsir qüvvəsidir. Çünki cisim mail müstəvinin üzərindədir. Və bu cisimdən də mail müstəviyə, yəni dayağımıza bir qüvvə təsir edir. O da hansı qüvvədir? MJ kosinus alfa. Və dayağa, askıya təsir edən qüvvənin əksi istiqamətini bir qüvvə meydana çıxırdı. Ona da biz nə deyirdik? Reaksiya qüvvəsi. Onda baxın, bu MJ kosinus alfadan elə yuxarı doğru da reaksiya qüvvəmizi yazaq. Və reaksiya qüvvəsi də əlbəttə ki, nəyə bərabər olacaq uşaqlar? MJ kosinus alfaya. Çünki ədədi qiymətcə bərabər, istiqamətcə əksdir qeyd etmişik. Bütün qüvvələrin istiqaməti var. İndi baxıram, bizə nə deyir? Deyir ki, cismə təsir edən sükunət sürtünmə qüvvəsi hansı istiqamətdə yönəlir? İndi mən bilirəm ki, uşaqlar, sükunət sürtünmə qüvvəsi dartının əksi istiqamətində həmişə meydana çıxır. Burada baxırıq ki, bizim dartımızın istiqaməti necə verib? Baxın, bu şəkildə yuxarı doğru, yaxud sağa meyl edən istiqamətdə neyniyibdir? Yönəlibdir.
Gəlin göstərək. İndi əlbəttə ki, bizim sürtünmə qüvvəmiz də özü də sükunət sürtünmə qüvvəmiz də necə yönələcək? Onun əksi istiqamətində. Elə sükunət sürtünmə qüvvəmiz onda deməli nəyə bərabər imiş? mj sinus alfaya bərabər imiş. Onda hesablayaq. F sükunət sürtünmə qüvvəsi bərabərdir nəyə? mj sinus alfaya. İndi baxaq. Kütləni verib neçə kiloqram? 6 kiloqram. J-imiz 10-dur. Sinus da 30 dərəcədə özü mötərəzidə qeyd edir. Nəyə bərabər imiş? 0,5-ə bərabər imiş. Buradan sıfırlar getdi. 6-nı 5-ə vuranda eləyəcək neçə? 30 Newton. Yəni mənim sükunət sürtünmə qüvvəm 30 Newtona bərabərdir. Və gördüyünüz kimi bizə verilən dartı qüvvəsindən sükunət sürtünmə qüvvəsi nəymiş? Böyükmüş. Yəni cisim hərəkət etməyə çalışsa belə artıq sükunət sürtünmə qüvvəsi böyük olduğu üçün hərəkət edə bilmir. Cisim sükunətdə qalmağa məcbur olur. Baxın, bu da bizim elə 8-ci sualımızın nədir? Cavabıdır və qeyd etdiyim kimi istiqamətçə də necə yönəlir? Dartın əksi istiqamətində. mj sinus alfada gördüyünüz kimi elə dartın əksidir. İndi keçək baxaq 9-cu sualımızı. 9-da nə deyir bizə? Dayağın reaksiya qüvvəsi. Reaksiya qüvvəsini tapdıqda düsturuna m bərabər idi nəyə? mj kosinus alfaya. Kütlə 6 kiloqram, J-imiz 10-dur. Kosinus baxırıq 30-da neçə verib? 0,85. Bunu da 0,85. Bunu vurduq, elədi neçə? Deməli, 8,5'unu da gətirib 6-ya vursaq, neçə eləyəcək? 8,5 vur 6. Deməli, o da bizə verdi 51 Newton. Onda deməli, reaksiya qüvvəmiz nəyə bərabər imiş? 51 Newtona bərabər imiş. İndi gəlin keçək baxaq 10-cu sualımıza. 10-cu sualda nə deyir bizim üçün? Deyir ki, cismi bərabər sürətlə yuxarı qaldırmaq üçün mail müstəvinin səthinə paralel istiqamətdə nə qədər qüvvə tətbiq etmək lazımdır? İndi artıq baxırıq ki, hərəkət edir. Amma necə hərəkət edir? Bərabər sürətlə. Yəni artıq sükunətdə deyil. Hərəkət varsa biz bilirik ki, sükunət sürtünmə qüvvəsi unudulmalıdır. Hansı sürtünmədir? Sürüşmə sürtünmə qüvvəsidir. İndi yəni burada artıq bizim dartımızın əksi istiqamətində yaxud hərəkətin əksi istiqamətində meydana çıxan qüvvə hansı qüvvədir? Sürüşmə sürtünmə qüvvəsi. Elə gəlin bəri başdan tez sürüşmə sürtünmə qüvvəsini hesablayaq. Sürüşmə sürtünmə qüvvəsi biz bilirik ki, müyən, müft, müp, mümj bu kimi artıq ifadələrdən tapıla bilər. Elə gəlin müyənlə tapaq. Çünki reaksiya qüvvəsini tapmışıq. Sürüşmə sürtünmə əmsalı nə qədər vermişdi? Baxırıq məsələnin şərtində deməli 0,4. Reaksiya qüvvəsini neçə tapdıq? 51. Onda 0,4'ü gətirib burada 51'ə vursaq, o da neçə eləyəcək? 20,4. Deməli, mənim artıq sürtünmə qüvvəm özü də hansı növü yeni qeyd edirəm? Hərəkət olduğu üçün sürüşmə sürtünmə qüvvəsi. Sürüşmə sürtünmə qüvvəmiz nəyə bərabərdir? 20,4 Newtona bərabərdir. Və məndən istədiyi nədir? Məndən istədiyi odur ki, tətbiq edəcəyim dartı qüvvəsi nəyə bərabər olmalıdır ki, bizim bu cisimimiz hərəkət etsin, amma bərabər sürətlə hərəkət etsin. Şəklimizə qayıtmalıyıq uşaqlar. Əlbəttə ki, sürüşmə sürtünmə qüvvəsi necə yönəlir? Hərəkətin, yəni yaxud da dartının əksi istiqamətində yönələcək. Baxın, onda sürüşmə sürtünmə qüvvəsi fərqli bir rəngdən göstərsəm, dartı cismi bu istiqamətdə nə edirdi? Dartıb yuxarı apardı. Sürüşmə sürtünmə qüvvəsi də onda əlbəttə ki, cisimlə səth arasında dartının əksi istiqamətində nə edəcək? Yönələcək. Onda bizim burada artıq tətbiq edəcəyimiz dartı qüvvəsi, çünki yuxarı yönələn gördüyünüz kimi ancaq hansıdır? Dartıdır. Amma onun əksi istiqamətli yönələn hansıdır? Biri mj sinus alfa ağırlığın, yəni sinus toplanandır. Biri də sürüşmə sürtünmə qüvvəmizdir. Mj sinus alfa neçə tapmışdıq? 30 tapmışdıq. Sürüşmə sürtünmə qüvvəsi neçə tapdıq? 20,4. Deməli, onda tətbiq edəcəyim dartı qüvvəsi də 50,4 Newtona bərabər olmalıdır ki, yuxarı və aşağı tətbiq edilən qüvvələr bir-birini kompensasiya etsin və nəticədə cisim hərəkət etsin, amma bərabər sürətlə hərəkət etsin. Baxın, bu da bizim elastikli sürtünmə mövzusunun sualları və onun izahı idi.